Salam əziz izləyicilərim, Melak avtoklav gəlib təmirə. Problemi odur ki, error yazır, error elektrikdən hal-hazırda start verir. Erroru çəkim, göstərdim, sonra nədən olduğunu da göstərəcəm problemi. Təmirə. Error elektrikdən. Bu problem nədən olur onu göstərmək istəyirəm. Platada boşluqlar əmələ gəlir. Ən birinci onu yoxlamaq lazımdır. Fikir verin, ekrana baxın. Vururam üstünə sönür. Deməli, əsas girişdə yoxlayanda 2 km göstərir hal-hazırda. Bu düz deyil. Yəni bu göstərməlidir. Ən azından transformatorun göstərməlidir. Hardasa bir 200 ohma yaxın göstərməlidir. 180, 200 təxmini belə göstərməlidir. İndi hal-hazırda göstərmir. Üstünə biraz vurandan sonra bax, 190 km gördünüz. Yəni indi hal-hazırda işə düşüb istəyir. Buradan bura gələn hissədə nəsə problem var. Ona görə də avtoklav sönür. Transformatoru çıxartmaq qərarına gəldim. Çünki problem ondadır. İndi bir balaca qızdırandan sonra buna özü çıxmalı olur. Hal-hazırda transformatorumuz çıxdı. Hissələri təmizləmək mütləq lazımdır. Şuruslar təmizlənməlidir. Faykadan sonra da bir daha təmiz təmizləməlidir. Burada transformatorumuzu yoxlamaq lazımdır. İşləmir, hal-hazırda transformator işləmir. Bu da Ebonit'dəndir transformator. Deməli, mən neylədim? Bu hissəni deməli təmizlədim. Payanıqların eboksit hissəsini təmizlədim, dibindən payka vurdum. Ondan sonra yoxladım, normaldır. İndi üstünə qoyub yoxlayacağım. Əgər alınmasa bu transformator mütləq dəyişilməli olacaq. Nə elədim mən? Göz burada kley vurdum. 4 tərəfdən transformator kley saxlasın. Niyə görə? Çünki transformator silkələnəndə ayaqlarından boşalmayacaqdır. O kley ona kömək edəcək, bək saxlayacaq onu. Əslində zavod bunu belə eləsə daha yaxşı olur. Heç vaxt oradan ablığa gedilməz. Ya da şuruplarla xüsusi bağlanmalıdır bu batı. Hal-hazırda platanı yığdım üstünə, transformatorda üstündə. İndi start verəcəm. Deməli start verdim. Tam işləyib qutarandan sonra axırda nəticəni göstərəcəm ki, error vermə. Hazırda sterilizasiya gedir, avtoklav çox uğurla təmir olundu. 4 dəqiqədən sonra keçəcək qurutma sistemindən, sonra NCQ yazılacaq, axırda qutaracaq. Yəni onu da çəkib paylaşacağım ki, tam uğurla təmir olundu. Deməli, universalna proqramma успешно завершена. Əla, xeyirli olsun. Bəyənməyi unutmayın.